gün kimi aydındır da. Bunun günəşi gərək yəni kör olasan görməyəsən. Günəşin sübutuna ehtiyac yoxdur. Günəş özünü sübut edir. Həzrət Əlinin də fəzilətləri o qədər çoxdur ki, o özünü sübut edirdi. Amma nə oldu? Peyğəmbərin hədisini nəql edir. Peyğəmbər Əliyə düşmən olan sən də düşmən ol. Yaxşı, nə oldu bəs? İlahi əlini sevəni sev, düşmən olan düşmən ol. Kömək edəni kömək ol. Niyə kömək olunmadı Əliyə? Deməli, iş görüldü. Həzrət Əliyə Əhl-i-Beytin fəziləti unutturuldu və səhnədən kənarlaşdırdılar onları. Hansı ki, gün kimi aydın fəzilətlər var idi. Və bu Qədirxum hadisəsi imamətə ilahi bir baxışdır. Ki, imamətin əhəmiyyəti nə qədərdir? Orada nübüvvətlə müqayisə olunur. Biz bu cür baxmalıyıq. Və Həzrət Əlinin də imaməti o cürdür. Həzrət Əlinin fəziləti gün kimi aydındır. Fəziləti nə qədər ucadırsa, onun o imaməti, onun rəhbərliyi də o cür ucadır, digərlərindən müqayisə olunmaz. Və düşmənləri də o qədər cılızdır. Düşmənləri də o qədər aşağıdır. Həzrət Əli nə qədər zirvədədirsə, adətən belə ölçürlər də. Yəni, baxırıq kimlə düşmənçilik edirsən. Əgər alicənab bir adamla düşmənçilik edirsənsə, yaxşı bir adamla düşmənçilik edirsənsə, onun alicənablığı nə qədərdirsə, sənin də alçaqlığın o qədərdir. O qədər aşağısın. O nə qədər yüksəkdədirsə, sən o qədər aşağıdasın. Əmir-ül-Müminin düşmənləri o cürdür. Onun fəzilətlərini inkar edənlərin